yollarda, avtobuslarda, metrolarda kitab oxuyan insanlara çox rast gəlirdik. İndi isə demək olar ki, heç yoxdur. Sanki kitab oxumaq vərdişi gün-gündən uzaqlaşıb. Bəs sizcə bu dəyişimin səbəbi nədir? Məncə insanlar daha başqa işlərə məşğuliyyət tapırlar da. Məsələn, indi telefon, sosial şəbəkələr çox olduğu üçün ona görə kitaba meyl eləyən çox az olur. Bəs siz özünüz axırıncı dəfə nə vaxt kitab oxumusunuz, xatırlayırsınız? Ümumiyyətlə, yəni kitab oxumağı sevirsiniz? Əvvəl daha çox sevirdim, amma indi elə də çox sevmirəm. Əvvəllər metrolarda, avtobuslarda daha çox kitab oxuyanlara rast gəlirdi. Niyə? Sizcə əvvəlki qədər oxuyan yoxdur? Məncə bu texnologiyanın inkişafı ilə bağlı bir şeydir. Telefonların günümüzdə istifadəsi çoxaldığı üçün bununla bağlı ola bilər. Bəs siz özünüz də vaxt kitab oxumusunuz axırıncı dəfə? Mən özüm hal-hazırda bir dəqiqə kitab oxuyurduq indi. Yerimizdən durğuzlar deyə gedirik başqa yerə. İmtahanla hazırlaşırıq. İnsanlar niyə daha az kitab oxuyur? Çünki başları məşğulsuz bir şeylərə qarşıdır. Məsələn, TikTok, lazım olmayan bir şeylərə. axırıncı dəfə nə vaxt kitab oxumusunuz? Mən yadıma gəlmir, çünki işim çox olur. Nə bilim, insanlara soruşma, oxumuram çünki. Hə, oxumuyorsunuz eləmi? Oxumuyorsunuz eləmi? Sizcə insanlar niyə daha az kitab oxumağa başlayıblar? Çünki bu internet, kompüter çıxandan kitab oxuyan yoxdur. Hamısı elə nəyə baxsan, evdə oturursan, televizora divan baxır, hamı telefona baxır. Məncə insanlar artıq sıxılıblar kitab. O qədər dərs kitabları, dərsliklər var ki, artıq insanlar kitab oxumaq istəmir deyə düşünürəm. Kitabdan sıxıldıqları üçün. Axırıncı dəfə nə vaxt kitab oxumusunuz? Tələbəsiz, yəni ona görə bu qədər belə sıxıcı. Bəli, tələbəyəm. Axırıncı dəfə dünən. Yəni insanlar məsələn tələbə dərs kitablarını qoyaq da bir qırağa. Yəni roman oxuyanlar olurdu, başqa kitablar oxuyan, amma metrolarda, avtobuslarda artıq daha az rast gəlinir. Çünki texnologiya inkişaf edib, yəni telefondan daha çox istifadə edirlər. Telefondan baxıb oxuya bilərlər, o da ola bilər. Sizcə bəs telefondan oxunan kitabla, əldə oxunan kitabın yəni eyni hissləri verir o? Eyni hisslər verməsə də, yəni içindəkilər eyni olur da. Sizcə niyə kitab oxuyan insanların sayı azalıb? Əslində düşünürəm ki, mənim ətrafımda kitab oxuyanlar çoxdur. Elə özüm də kitab oxuyuram, elə biri də burdadır. Kitab oxuy, kitab. Bax, qadasını alın bunların. Yəni gün ərzində mən düşünürəm ki, kitab oxuyanlar çoxdur. Yəni az kitab oxuyan biri ilə tanış olmamışam. Yəni ətrafımda yoxdur elə biri. Bilirsiz nəyə görə? Mən əvvəllər avtobuslarda, metrolarda daha çox görürdüm, nəinki indi. Çox azdır. İndi sosial media ümumiyyətlə çox inkişaf edib də, ayrıca məsələn süni intellektlər falan. Mən ola bilər ki, ona görə fikirləri daha çox ona yönəldirlər deyə kitab daha az oxuyurlar.